əziz dostlar, hər birinizi salamlayıram. Tapmalıyım. Türk tapım gedənə özüm. Hər birinizi salamlayıram. Bugün Gənclikdə açılan yeni deyil əslində, amma mənim üçün yenidir. Çünki mən bugün kəşf edəcəm oranı. Gedirik həmin Gənclikdəki parka məşq eləməyə, bir də maraqlı bir vlog çıxartmaq istəyirəm. Çox iyisən. Görək başınıza nə gəlir. Məncə mən əslində orada olmuşam, amma həmin park əhatəsini tam gəzmədiyimə görə istəyərdim ki, əlimdə kamera ilə gedib gəzim. Daha maraqlı olar, ilk yaşadığım anları lentə almaq mənim üçün də həyəcan verici olacaq. Hələ ki, parka gedirik. İstəyərdim ki, ora çatana qədər özüm haqqında danışım. Adım İbrahimdir, 17 yaşım var. Universitetə qəbul olmuşam, amma hələ ki, viza gözləyirəm. İnşallah Şengen vizasını aldıqdan sonra oxuyacağım, ölkəyə gedib çıxacağım. Okey, indi mən mahnıya qulaq asım, həm də parka yeriyim. İnşallah orada görüşərik. Oh my god! Dədə Qorqud parkına çatdıq. Göstərim. Gelirik. Bu arada burada xaricilər dəhşət çoxdur. Ərəblər çoxdur. Çoxlar ərəblər. Hər yer əslində belə olur. Qışda çox adam olmur, amma yayda Azərbaycan turizmi necə qazanır. Qeyd edeyim ki, mən Azərbaycanın milli dəyərlərini həqiqətən də sevən bir insanam. Məsələn, 17 yaşım olmağına baxmayaraq yaşlarımdan, yəni bəzi yaşlarımdan fərqlənib muğama qulaq asıram. Düzdür, mən də xarici musiqilərə qulaq asıram. Məsələn, uşaqlıqdan bəri XXXTentacion'un fanıyam. Və yəni ölümünə belə həqiqətən çox pis olmuşdum, uşaq olmağıma baxmayaraq. Çünki həqiqətən onu sevərək dinləyirdim. Hələ də dinləyirəm. Burada bu məncə qaçışsı olardı, çünki daha yumuşaqdır, yəni velosiped zolağına oxşamır. Belimdə sumka var, amma məncə buradan biraz qaçma heç də olmaz. Biraz qaçdım, biraz yəni ən azından biraz tərləmiş kimi oldum. Sumkada su var və su shakerın içindədir deyə istədiyim kimi qaça bilmədim və istədiyim məsafəni qaça bilmədim. Bir də sumkasız gəlsəm, sırf qaçış üçün gəlsəm və video çəksəm, inşallah paylaşa bilərəm sizlə. Artıq çatdıq, bura basketbol meydançasıdır. Burada həmin o məşhur idman zalı, hansı ki ağırlıq məşqlərini edə bilərsiniz. İlk öncə heç kəsə mane olmadan istəyirəm burada, yəni bu iki aparatın arasında isim hərəkətlərimi edeyim, biraz gərnəşim. İlk öncə birinci bunu bağlayaq. 26 dəqiqə yermiş oldum. Öncə yaxşıdır. Yani bunun adı domalma hareketi hocam. Buna da şifava diye yani yutturtmayayım senelerdir biliyoruz bu hareketi yani. Yeah. Sometimes I get so mad, there's no controlling me. My thoughts get so bad, I'm like, I might grab a bat, I don't know. My wrath, my blood boils over like, oh God, here goes. I lost all feeling from my head to my toes. You said some shit that I can't let go, so just stay tuned for the rest of the show. So have you ever felt betrayed? Switches how you see things, realize something needs change. Cause I know you got me fucked up, let me show you what's up. Cause enough is enough. I'll take a face full of pavement just to make a statement. I know there's no turning back. Oh God, adrenaline wasted, so mad I can taste it. I know there's no turning back. I'm through
overdue. Come at me and you won't get any older, dude. Crack your holder too. Heating up inside of me, blood so violently. Thanks for trying me. Now it's finally time to see how this rivalry becomes a dynasty. Oh God, adrenaline wasted, so mad I can taste it. I know there's no turning back. I'll do what it takes, I ain't making mistakes like that. I'll bleed on your face just to make you go take it back. I'll lose my shit, I go crazy when I'm mad. And now you gon' wish you would shut the fuck up real bad. And now that I'm gone, yeah, I know there's no turning back. And now that I'm gone, yeah, Bu boyda qol olar. Maşın tək 07-06 təkər boyda qol olar. Artıq məşqimiz bitdi. İndi hava da qaralıb. Evə qayıdıram. Evə gedim, biraz dərslərimi edeyim, sonra hesablamalarımı edeyim. Dərslərim dedikdə, yəni ingilis dilimi sadəcə inkişaf elətdirirəm və riyaziyyatımı inkişaf elətdirirəm. Şəhərimi sevirəm. Əslində buranı tərk etmək, yəni buranın yoxluğuna alışmaq mənim üçün bir qədər çətin olsa da, gələcəkdə özümü daha yaxşı yerlərdə görmək üçün bunu eləməliyəm. Yəni təkcə şəhəri burada qoymuram. Yəni şəhərdə birgə bir çox özümə yaxın bildiyim insanları, bir çox xatirələrimi burada qoyuram. Özüm haqqında da biraz daha çox məlumat vermək istəyərdim. Heyvanları çox sevirəm çünki uşaq vaxtı mənə it dişləmişdi. Nəysə, uşaqlıqda mənə it dişləməyinə baxmayaraq itləri daha çox sevirəm. Pişikləri də çox sevirəm. Uşaq vaxtından saxladığım pişiklərlə çox da belə mükəmməl xatirələrim olmasa da, yəni pişikləri çox sevirəm. Bəlkə də o yarım qalan xatirələrə görə hələ də bu sevgi davam edir. Uşaq vaxtı bir dənə pişiyim var idi. Hələ bala idi, o təzə doğulmuşdu. Bizim qonşudan götürmüşdük onu. Uşaqlıqdan yəni bir travma kimi sayılır məncə bu. Çünki pişiyim yanıb ölmüşdü və yanmış cəsədini görmüşdüm. Bir dənə pişiyimi də maşın vurmuşdu. Pişik o da gözümün, yox, birinci yanmağı gözümün qabağında olmamışdı, amma yanmış cəsədini görmüşdüm deyə özümü mükəmməl hiss edə bilmirəm bəzən. Yəni yadıma düşəndə özümü mükəmməl hiss edə bilmirəm. Şeyi başlatdım, bayaq ki workoutuma continue elətdirəm, davam elətdirəm. Yeriyişi çox sevirəm, bəzən overthink saatlarını tutur. Deməli özümlə bağlı bəzi məqamlar da var ki, qeyd olunmalı. Mən uşaqlıqdan bəri idmana həvəsliyəm. Və uşaq vaxtından, yəni təxminən 6 yaşından 16 yaşıma qədər taekwondo ilə məşğul olmuşam. Bəzən neçə il belə istirahət elədiyim olub. Əslində istirahət olmayıb, hər hansısa bir üzürlü səbəblərə görə idmanı buraxmalı olmuşam. İlk növbədə karantin gəlir. Yarışlara falan da çıxırdım. Yəni professional formada məşğul olurdum. Ondan sonra artıq taekwondonu da buraxmalı oldum. Nəsə buraxmışdım. Ondan sonra boksla məşğul oldum. Boksla bir müddət məşğul olandan sonra artıq universitetə hazırlaşmalı olurdum. İdmandan sonra da vaxt olur, amma təhsil üçün bir gün mənim üçün təhsil artıq gec ola bilər. Amma təhsili seçdim çünki Avropada təhsil almaq falan bunlar hamısı çox böyük, daha mənim gözümdə daha böyük bir uğurdur. Əslində uğurun böyüyü kiçiyi olmur. Uğur qazanan hər bir insan gələcəkdə də uğurlu ola bilir. Yəni bu uşaqlıqdan sən necə böyüdüyün və necə tərbiyə aldığından asılı olan bir şeydir. Amma mən Macarıstanın milli komandasında məşq edib dünya çempionu da olmaq istəyərdim. Yəni mənim hobbim də mənim xəyalım sayılır, yəni nə də olsun. Mənim hobbim də mənim xəyalımdır. Yəni mən əgər 2 dənə seçim varsa qarşımda, yəni ikisi də mənim üçün seçimdirsə, deməli ikisini də seçməliyəm. Əgər ikisi bir-biri ilə zidd deyilsə. Amma belə bir şey var ki, mənim oxuyacağım şəhəri paytaxt şəhər deyildi. Yəni Budapeştdə yox, Mişkolsda oxuyacağıma görə biraz milli komandaya girmək mənim üçün daha çətin bir missiya sayılır artıq. Bundan əlavə mən musiqi ilə də məşğul olmağı sevirəm. Musiqi kimi də bir hobbim var. Məsələn, 14 yaşından gitaraya həvəsim oldu. Gitara ilə məşğul olandan sonra musiqi duyumum nisbətən dəyişildi. Yəni
nəyin gözəl musiqi, gözəl bəstə olduğunu pis bəstədən ayıra bilirəm. Biraz da bu formada. Gəldik, çatdıq. Artıq gəldim evə, duş aldım. Ümid edirəm ki, ürəyinizi sıxmadan sizi də əyləndirmişəm və çünki özüm həqiqətən əyləndim və ümid edirəm siz videoya baxaraq əylənmisiniz. İşte sağ olun, salamat qalın. Əsas da məşq edin.